Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Bugün önceki söhbətimizin davamı olaraq Qədir surəsi ilə bağlı bir neçə sualı cavablandıracaq. Keçən söhbətlərimizdə bəhs etdiyimiz kimi Qədir surəsi ilə, Qədir gecəsi ilə, Ramazan ayı ilə, ümumiyyətlə bu mübarək gecə ilə bağlı bir neçə suallar yaranıb. Biz qeyd etdik ki, bunlar əhəmiyyətli olduğu üçün bunları biz son dərslərə saxladıq. Qədir surəsinin son dərslərinə və ayələrin təfsirindən əlavə olaraq bəyan eləmək istədik. Bugün digər bir neçə sual haqqında söhbət edib və həmin surəmizi sona yetiririk. Yeni bir sualımız belədir. Qədir gecəsi bizdən öncəki ümmətlərdə olub ya yox? Mövzumuzda bəhs etdiyimiz, onun haqqında bəhs etdiyimiz söhbətlər hansı dövrə aiddir? Qədir gecəsi Həzrət Rəsuldan öncəki zamanlarda olub ya yox? Burada cavabımız xeyr olacaqdır. Peyğəmbərdən öncə Qədir gecəsi olmamışdır. Buna şahidimiz nədir? Bu cavabımızı nə təsdiqləyir? Həzrət Peyğəmbərimizdən belə bir hədis nəql olunur. Bu hədisdə açıq-aşkar olaraq belə buyurulur. Həzrət Rəsulumuz buyurur: Allah Qədir gecəsini mənim ümmətimə bağışladı və əvvəlki ümmətlərin heç biri bu nemətə layiq olmamışdır. Biz buradan başa düşürük ki, Qədir gecəsi Həzrət Peyğəmbərin ümmətinə məxsus bir gecədir. Bunu xüsusi olaraq Allah Taala Həzrət Peyğəmbərə və onun ümmətinə bağışlamışdır. Yeni sualımız yenə də bu mövzudadır. Qədir gecəsi yalnız Peyğəmbərin yaşadığı dövrə aiddir, Quranın nazil olduğu gecəyə şamil olur ya yox? O bir ki, söhbətimizdə bu sualımızın fərqi nədədir? O sualda deyirdi ki, Peyğəmbərdən öncəki ümmətlər arasında olub ya yox? Onu cavablandırdıq ki, xeyr. Bu sual isə biraz öz çərçivəsini, əhatəsi azaldır. Yəni, Peyğəmbərin dövrünə aid idi. Yalnız Peyğəmbər nə qədər sağ idi, Quran nazil olduğu gecələr idi, o dövrə aiddir, ya Peyğəmbərdən sonraki dövrlərə də aiddir və bu günümüzə qədər davam edir. Bu yeni bir sualımız belədir. Bu surənin zahiri, Qədir surəsinin zahiri bizə belə göstərir ki, yalnız Peyğəmbərin öz yaşadığı dövrə yox və Quranın nazil olduğu gecəyə aid deyil. Peyğəmbərin 63 illik ömründə, Peyğəmbərliyə seçildikdən sonra 23 illik ömründə bu Qədir gecəsi hər zaman baş vermiş və hər il olmuş və dünyanın axırına qədər də, dünyanın sonuna qədər də bu hadisə təkrar olacaqdır. Bunu ayədə işlənən bir neçə feilimizdə təsdiq edir. Ayədə istifadə olunan feilimizdən bu məsələni anlamaq olur. Gələcək zamanla bağlı bir feil işlənmişdir burada. Tənəzzələ, enərlər. Bu, ardıcılığa dəlalət edir. Yəni, hər zaman mələklər bu gecədə yerə enəcək və ruzini böləcək, əcəli təyin edəcək, müqəddəratımızı təyin edəcək, taleyimizi bu öncə etdiyimiz söhbətlərdir. Bir bu kəlmədən istifadə edirik. Digər kəlməmizdə Səlamun hiyyə həttə mətlə'il fəcr. O gecə dan yeri sökülənə kimi salamatçılıqdır. Bu cümlədə isim cümləsi işlənmişdir. İsimlə başlaması da özü ərəb qrammatikasında davamlılığa dəlalət edir. Bu iki feil
və ism cümləsi ilə başlaması bu gecənin ardıcıllığına dəlalət edir və biz bundan başa düşürük ki, Qədir gecəsi Peyğəmbərin dövründə olmuş, ondan da sonra qiyamətə qədər, dünyanın sonuna qədər hər gecə davam edəcəkdir. Bunu daha nə təsdiqləyir və sünni şiə rəvayətlərində, bir çox rəvayətlərdə bu işin gələcəkdə də baş verməsi vurğulanmışdır. O rəvayətlərdən də istifadə edirik ki, Qədir gecəsi Peyğəmbərin yaşadığı dövrə və Qur'anın nazil olduğu gecələrə aiddir. Ondan sonra da baş verəcəkdir. Yeni bir sual. Qədir gecəsi necə 1000 aydan üstün olur? Ayədə Allah Teala buyurmuşdu ki, Qədir gecəsi 1000 aydan üstündür. Burada biz bu məsələni necə başa düşə bilərik? İlkin mərhələdə bunu başa düşmək olur ki, o gecədə olunan ibadət və o gecədə saxlanılan əhyaların dəyəri baxımındandır. Yəni, Qədir gecəsinin o qədər dəyəri var ki, o gecədə olunan ibadətlərin, saxlanılan əhyaların o qədər dəyəri var ki, bu baxımdan 1000 gecədən üstün olmağa bərabərdir. Qədir gecəsinin fəziləti və o gecədə edilən ibadətlərin fəziləti bizim kitablarda, müsəlman kitablarında, əhl-i sünnə və şiə kitablarında mövcuddur. Yeni bir sualımız belədir. Nə üçün Qur'an Qədir gecəsində nazil oldu? Niyə başqa gecələrdə nazil olmalı? Niyə Ramazan ayında və Qədir gecəsində nazil oldu? Qədir gecəsi bildiyimiz kimi insanların il boyu taleyini həll edir. O gecədə insanlara verilən ruzilər bəyan olunur. O gecə əcəllər təyin olunur və müxtəlif mövzular. İnsan bu gecədə ayıq qalmalıdır və gecəni səhərə qədər ibadətlə məşğul olmalıdır. Allahın dərgahına yaxın olmalıdır. Onun ləyaqətli bəndələrindən olmağa çalışmalıdır. Qur'an da müqəddərat təyin edən bir kitabdır. Bizlərə saadət yolunu göstərir. Xoşbəxt olmağı, hidayət olmağı bizə göstərir. Bu xüsusiyyətlərə malik olan bir kitab və Qədir gecəsində nazil olmalıdır. Çünki bunların arasında uyğunluq var. Qədir gecəsində bizim müqəddəratımız təyin olunur, taleyimiz təyin olunur. Qur'an da bizim müqəddəratımızı təyin edir. Bizim xoşbəxtliyimizi, hidayətimizi təmin edir. Bizə düz yol göstərir. Və ona görə də bunların uyğunluğu vardır ki, bu Qədir gecəsində nazil olsun. Belə bir cümlə var. Qur'anla Qədir gecəsi arasında olan oxşar xüsusiyyətlər necə də gözəldir. Və bunların bir-biri ilə bağlılığı necə də mənalıdır. İnsan bunlara diqqət etdikdə başa düşür ki, həqiqətən Allah Taala'nın bütün işləri hikmət üzərindəndir. Bu gecədə, bu Qədir gecəsində Qur'anın nazil olması onların bir-birinə oxşar, bağlı olmasından irəli gəlir. Son nəticə olaraq ikisi də bizim taleyimizi, müqəddəratımızı, gələcəyimizi, ruzimizi, əcəlimizi təyin edir. Ona görə də Allah Teala vacib bildi ki, Qur'anı bu gecədə nazil etsin. Digər bir sual. Qədir gecəsi müxtəlif məntəqələrdə birdirmi? Yəni bir gecədə nazil olub, bir gecə sayılır. Bilirik ki, Hicri qəməri aylarının əvvəli uyğun gəlmir. Bəzən görürük ki, Ərəbistanda 23-cü gecə olduqda, İranda yaxud İraqda, yaxud Azərbaycanda 22-ci gecədir. Yaxud bir gün arxaya qalır. Buradan belə bir sual irəli gəlir. Məsələn, mən Mədinədə yaşayıramsa, 22-ci gecədə Qədir gecəsinə təsadüf edir. Başqa bir mömin qardaşlarımız Azərbaycanda yaşayır. Orada Qədir gecəsi 23-cü gecəyə təsadüf edir. Nə cür ola bilir bir gecə hər iki gecəyə təsadüf eləsin?
Yəni bu məntəqələr fərqli olduğu üçün və söylədiyimiz ki, ayın da əvvəli bəzən fərqli gəldiyi üçün burada belə bir şübhə yaranır. Nə cür bu Qədir gecəsi hər iki məntəqə ilə uyğun gəlir? Başqa rəvayətlərdə də göstərir ki, Qədir gecəsi bir gecədədir. Bu məsələni başa düşmək üçün xırda bir məsələyə, təbiət məsələsinə nəzər salmaq lazımdır. Gecə nə zaman baş verir? Günəşin işıqlandırdığı yarım kürə gecə adlandırır. Yəni işıqlandırmadığı. Biz bildiyimiz kimi günəş yerin o birisi yarım kürəsinə keçdikcə bu birisi yarım kürəsi qaranlıq olur. Burada gecə yaranır. Bilirik ki, yer kürəsinin hərəkəti ilə birlikdə yer kürəsinin gündüz olan yarım kürəsi gecəyə bürünür. Yerin günəş ətrafında tam bir dövrəsi də 24 saat baş verir. Beləliklə, 24 saat müddətində yer kürəsinin hər iki yarım kürəsində baş verən gecə Qədir gecəsi deyilir. Və sualımız bu məsələyə diqqət etdikdə aydınlaşır. Günəş yerin o birisi yarım kürəsinə keçdikdə bu birisi yarım kürə qaranlıq olur və bildiyimiz kimi yerin hərəkəti nəticəsində də 24 saat yaranır və bu 24 saat bu birisi məntəqədə tamam olduğunda bir gecə yaranır. O birisi yarım kürədən bu birisi yarım kürəyə keçən zaman o birisi 24 saat yarandıqda da Qədir gecəsi sayılır. Yəni hər bir gecəyə Qədir gecəsi təsadüf etmiş olur. Bu elmi açıqlama baxımından digər açıqlaması da belədir ki, Qədir surəsinin bəhslərində vurğuladıq ki, bəziləri o mübarək gecəni əldə etmək üçün, onun savabını qazanmaq üçün o ləyaqəti, bəndəli ləyaqətini əldə etmək üçün 365 gecəni Qədir gecəsi keçirmişlər. Ona görə də digər bir məsələdə də vurğuladıq ki, Allah Taala Qədir gecəsini niyə gizlətmişdir? Ona görə gizlətmişdir ki, Allah Taala o gecədə rəhmətini gizlətmişdir. O gecəni dəyərli, bərəkətli etmişdir. O gecəni bütün gecələr arasında gizlətmişdir ki, insanlar onun arxasınca olsun. Onu tapsınlar və bütün gecələrə dəyər versinlər və o gecəni ibadətlə məşğul olsunlar. Yeni söhbətimiz Qədir gecəsinin haqqında danışdıqdan sonra son məsələ olaraq Qur'anın tədrici nazil olması barəsindədir. Öncəki söhbətlərimizdə açıqladıq ki, Qur'an niyə? Qur'an iki növ nazil olub, bir tədrici, bir bütövlükdə. Onlar haqqında ayələr gətirdik, misal vurduq, bəyan etdik. Burada bir sual yarandır. Qur'anın tədrici nazil olmasının fəlsəfəsi nədir? Hikməti nədir? Niyə Allah Taala başqa dinlərdə, başqa peyğəmbərlər olduğu kimi birdən göndərmədi? Niyə tədricən göndərdi? Hər ağıl sahibi başa düşür ki, bunda bir hikmət var, bunda bir fəlsəfə var. Biz burada bir çox alimlərin, Əhl-i Beytin və Peyğəmbərimizin bizim üçün bəyan etdiyi səbəbləri sizin nəzərinizə çatdırırıq. Onlardan biri bu idi. Peyğəmbərin mübarək qəlbinə sabitlik və möhkəmlik vermək üçün idi. Allah Taala Qur'anı tədricən nazil edirdi ki, Peyğəmbərimiz hiss eləsin ki, Allah Taala hər zaman mənim yanımdadır, hər hökmdə mənə arxadır. O zaman Peyğəmbər sabit qədəm olur yolunda. O zaman bütün çətinliklər qarşısında durmağı, dayanmağı daha da bacarır. Qəlbində bir möhkəmlik yaranır. Bu bir səbəbdir. Digər bir səbəb, Qur'an ayələri müxtəlif hadisələrlə bağlı nazil olurdu. Bir hadisə baş verirdi, sonra həmin ayə ona uyğun nazil olurdu. Bildiyimiz kimi hadisə baş vermədən Qur'an ayəsi nazil olub nə deyə bilərdi? Bəzən
öncə görümlüyü, qeybi xəbərləri var. Quran Peyğəmbərə öncədən çatdırmış, öncədən hadisə olmamışdan ayələri çatdırıb bəyan etmişdir. Bunlar öz yerində. Ümumi şəkildə Quran hadisələrlə uyğun nazil olurdu. Hər bir hadisəyə uyğun. Digər bir fəlsəfəsi Quranın tədricən nazil olmasında möminlər, müsəlmanlar Quranı yaxşı əzbərləyirdi. Mənalarını yaxşı anlayırdı. Fürsət tapırdılar yeni ayələr nazil olana qədər öncədən nazil olmuş ayələri, surələri əzbərləsinlər və onların mənalarında dərin fikirləşsinlər. Digər bir səbəb, təlim-tərbiyə məsələsi özü Quranın tədricən nazil olmasını tələb edirdi. O dövrün yaşayışına, mühitinə, mədəniyyətinə uyğun təlim-tərbiyə üsulu var idi. Və bu məsələ özü tələb edirdi ki, Quran tədriclə nazil olsun. Başqa bir cavabımız belədir. Quranın təhrif olmasının qarşısı alınırdı. Quran nazil olurdu, müsəlmanlarımız onu əzbərləyirdi, öyrənirdi və ona yad əllərin uzanmasının qarşısı alınırdı. Təhrif olunmaqdan qorunurdu. Başqa bir cavabımız belədir. Müsəlmanlar üçün Quranın mənasını dərin düşünməyə fürsət yaradırdı. O birisi cavabla bu cavab biraz bir-birinə uyğundur. Yəni ayələrin, surələrin tədricə nazil olması fürsət yaradırdı ki, müsəlmanlar dərin fikirləşsinlər və həmin ayələrin mənalarını öyrənsinlər. Eyni zamanda digər bir fəlsəfəsi də Quranın əzəmətli olmasını, haqq olmasını bəyan edirdi. Quran nazil olduqca müşrikləri, kafirləri mübarizəyə dəvət edirdi. Onlarla onları mübarizə etməyə çağırırdı. Deyirdi ki, bu ayələrdən, bu surələrdən siz də gətirin. Və bunların nazil olmasından biz başa düşürdük ki, Quran nə qədər əzəmətlidir, haqdır və özünün tədricə nazil olması ilə özünün haqq olmasını sübut edirdi. Fürsət verirdi düşmənlərə, müxaliflərə bu qədər zaman ərzində siz də gətirin. Bu söylədiklərimiz Quranın tədricə nazil olması ilə bağlı bir neçə fəlsəfə və hikmət idi. Burada söhbətimiz sona yetir. Qədr surəsinin təfsiri sona yetdi. Allah'tan arzu edirəm ki, bu yolda bizlərə müvəffəqiyyət versin. Allah özü bu surələrin hörmətinə xatir bizim əməllərimizi qəbul etsin. Sizləri Allah'a tapşırıram. Yeni surələrin təfsiri ilə görüşənə